O gün İstanbulda zəlzələ baş verdi və insanların hamısı demək olar ki, Allah'a çağırmağa başladı. Həqiqətən də çox dəhşətli bir mənzərə idi. Və bu bir daha onu göstərdi ki, insan evladının fitrətində Allaha bir bağlılığı var. Fərq yoxdur, kim olursan ol. Fəqət fərq bundadır ki, insanlar var ki, Allahı yalnız çətin məqamlarda çağırırlar. İşləri dara düşəndə çağırırlar, qorxanda çağırırlar. İnsanlar da var ki, hər halı ilə Allahla əlaqələri var, möhkəm bağları var. Sevincində də, kədərində də, qorxusunda da, dəhşətində də. Və bu zəlzələ qiyamətin kiçik əlamətlərindən biri idi. Və görün, həqiqətən də qiyamət baş verərsə və hər bir insanın iki qiyaməti var. Biri onun kiçik qiyamətidir ki, ölüm anında baş verir. Biri də böyük qiyamətdir. Və görün ki, kiçik qiyamətində insan hansı hallara düşəcək. Yenə də Allaha çağıracaq, amma onda artıq gec olacaq. Çünki artıq bütün qəflətdən tərk olunmuş halda oyanacaq və qarşısında Allahın haqq olduğunu, Allahın dediklərinin haqq olduğunu görmüş olacaq və ona artıq heç bir sübuta ehtiyac qalmayacaq. Elə isə, bax bu mənzərə haqqında gəlin düşünək. Gəlin o kəslərdən olmayaq ki, yalnız işi düşəndə Allahı çağırır, qorxanda Allahı çağırır, ölüm qorxusu ilə Allahı çağırır. Allahı hər halımızla yad eləyək ki, Allah da bizi hər halımızla yad etsin. Və gəlin elə eləyək ki, bizim həyatımızın ilk namazı, ilk ibadəti, ilk namazı cənazə namazı olmasın. Gəlin elə eləyək ki, həyatımızın ilk abdəst və qüsulu cənazə qüsulu olmasın. Bu həqiqətən də dəhşətdir. İnsan 60, 70, 80 il yaşayır. İlk namazı cənazə, ilk abdəsti qüsulu cənazə və belə bir insan Allahdan hansı üzlə nəsə istəyəcək? Bugün cümə günüdür. Bəlkə elə bugündən başlayasınız Allahı tanımağa. Bəlkə elə bugündən başlayasınız Allahı haqqı ilə tanıyıb ona ibadət etməyə. Zamanı gəlib çatmadı mı Allaha təslim olmağın? Zamanı gəlib çatmadı mı Allaha ibadət etməyin? Bugün düşünürsənsə əgər ki, mən bunu sabah edərəm, sabah gec ola bilər. Necə hədisdə deyildiyi kimi, insanın dünyası 3 gündən ibarətdir. Biri dünənki gün idi ki, keçdi, getdi. Artıq orada heç nə edə bilməzsən. Biri sabahki gündür ki, bilmirsən sən o sabaha çatacaqsan, yoxsa yox. Biri də bugündür. Ona görə də bugünün dəyərini bil. Və Allaha dönmək üçün, qəflətdən oyanmaq üçün, bax elə bu videodan istifadə et. Allah bizi təkəbbürlükdən, riyadan, qəlb xəstəliklərindən qorusun. Allah bizə haqqı ilə onu tanımağı müvəffəq eləsin. Və bugün bir çoxlarının cümə günündə etmədiyi duanı istəyirəm ki, siz də deyib, amin deyib bu duaya qoşulasınız. Allah Qəzzada zülm içində yaşayan müsəlmanları hifz eləsin, güllədən, mərmidən onları xilas etsin. Biz insanların gücü çatmadı.